Abi bohlal, hürmet şunal ve kiknal, arena yazda behanal, bayrak alzo dol hanknal, mu'rul somnil adinal, soraşul ma'rulal. Assalamun alaikum. Avar Milli Kulturiyat Sentraşol, Dünya Azerbaycan Sohi ve Kadi Beşinapçı Sanari Qara Məclisu Mucratsal Şikşaral. Salam hörmətli qonaqlar, hörmətli mərasim iştirakçıları. Bugün Avar Milli Mədəniyyət Mərkəzi İctimai Birliyinin təşəbbüsü ilə keçirilən Avar Mədəniyyət Gecəsində xoş gördük sizləri. Mucratsal Kadi Beşinapçı Yapson Barkula. Apçı yapsana her çoğuzi çorxol saxki, xalab umru, baxtili harbişna. Apkadi beşen apsom nic ma'arulazi, vatsal Azerbaycan xalqı ve Nice Respublika Azerbaycan hi'u karabsonatsa begi. Dir hukal tsudulab, rəşkat sam'alab, duynal tatsar karab aziza vatan, mutsrugun solişul çad surat bugab, şavgu çiril bayraq bugab dir vatan. Dir dur ur hissa baknab çiğram meset, mukhul kimri cansa kissa kibkola, Baku Tbilisi Ceyhan Sargonu, Haydaril Hunaraş kissa kibşala. Dir rak barkatulab tabiat çuhab, Karabağ adinab dard bugav vatan, Çoborab bil utsrab bekergi hetçab, Haydarit çiğlab ruh curab dir vatan. Sizi Dünya Azərbaycanlılarının həmrəyliyi günü ilə və yeni il münasibəti ilə təbrik edirik. Bugünkü bayramımız həm də möhtərəm prezidentimiz Cənab İlham Əliyevin doğum gününə təsadüf edir. Bugün münasibəti ilə Cənab prezidentimizi ürəkdən təbrik edir. Ona uzun ömür, can sağlığı, çətin və şərəfli işlərində müvəffəqiyyətlər arzu edirik. Azərbaycan, elim, obam, məskənim, könlüm bu torpağın sorağındadır. Əsil qəhrəmanlar, əsil igidlər, doğma Azərbaycan torpağındadır. Ma'arulazul adet bugu, Meclisu çöyle haber, Meclis kudat bitana. Haber kezbega, Avar Milli Kulturiyat Sentraşı Sadriyav, Mahama Bazaroğlu. Mahmud müəllim, buyurun, söz sizindir. Salam əziz dostlar, hörmətli qonaqlar. Assalamu aleykum xiriyal, vatsal, yatsal, Azərbaycaniyal. Bugün gözəl bir gündür. Milli Mədəniyyət Mərkəzi İctimai Birliyinin təşəbbüsü ilə Avar Mədəniyyət Gecəsi keçirilir. Əlbəttə ki, bu Mədəniyyət Gecəsi artıq ənənə halını alıb. Hər il dekabrın axırında biz belə bir tədbir keçiririk. Bu ilki bu tədbir Dünya Azərbaycanlıların Həmrəlik gününə, qarşıdan gələn yeni 2011-ci ilin gəlişinə həsr etmişik. Həm də ki, bütün Respublikamızda olduğu kimi biz də möhtərəm prezidentimizi Cənab İlham Əliyevi ad günü, doğum günü münasibəti ilə ürəkdən təbrik edir, ona uzun ömür, can sağlığı və fəaliyyətində nailiyyətlər arzulayırıq. Hörmətli qonaqlar, dostlar, mən əlbəttə həmişə istəmişəm bir neçə kəlmə də keçən il barəsində deyim, amma nəzərə alaraq ki, bizim qonaqlarımız olur. Bəzi söhbətlər əlbəttə ki, İctimai Birliyinin idarə heyətinə aid olub, ona görə də onları mən deməmişəm, amma demək istəyirəm, əgər haradasa nöqsanlar varsa, xahiş edirəm, onları da bağışlayın. Birincisi, İctimai Birlik Azərbaycanda yaşayan avarların milli mədəniyyətinin, incə sənətinin, adət ənənələrinin, folklorunun və dilinin özünə məxsusluğunun qorunub saxlamasına köməklik göstərmək üçün yaradılmışdır. Ona görə də biz çalışırıq ki, həmişə Respublikamızın şimal-qərbində yaşayan Balakən-Zaqatala zonasında, həmçinin də Bakıda hal-hazırda yaşayan avarların mədəniyyətini öyrənək. Əvvəllər bizdə mövcud olmuş, hal-hazırda itirilmiş ya da itirilməkdə olan adət ənənələrimizi öyrənək. Onlara bacardığımız qədər ikinci dəfə necə deyirlər, ruh verək. Bu işdə əlbəttə ki, müəyyən
nailiyyətlərimiz var, amma demək istəyirəm ki, hələ görülməmiş işlər həddindən çoxdur. Bunun səbəbləri də var. İlk əvvəl səbəblərdən biri odur ki, ictimai birlik, birliyə üzv olan insanların, həmçinin iş adamlarının və keçirilmiş tədbirlər, konserlər nəticəsində əldə edilmiş maliyyə ilə maliyyələşməlidir. Bu işdə əlbəttə ki, biz bundan çox uzaqdayıq və nəzərə alaraq bəzi obyektiv cəhətləri çalışmışam ki, bu üzvlük haqqı ya da ki, digər maliyyə mənbələrindən uzaq qaçım. Bir də onu bildirmək istəyirəm ki, biz çalışmışıq ki, dövlətdən ayrılmış qıraqları ayırmaq üçün bəzi layihələri təqdim edək. Təqdim olunum, amma onu keçirə bilməmişik ki, oradan nəsə kömək, bizim üçün kömək olsun. İnanıram ki, gələn ildə yəqin ki, biz bu işi, bu məsələni həll edəcəyik. Ona görə də hansısa bir sizin öhdənizə, üzərinizə düşən bəzi bu zəhmətdən xahiş edirəm, bunu üzürlü hesab edin və onu halallıqla deyin ki, qoy bizim bu tədbirimiz yaxşı keçsin. İnşallah gələn tədbirlərdə biz bu nöqsanları aradan qaldıraraq. Həm də çalışmışıq ki, biz bura ziyalılarımızı, iş adamlarımızı və ələlxüsus tələbələri dəvət edək. Nəyə görə tələbələri? Ona görə ki, əgər bugün tələbələr görürlərsə ki, biz bu adət-ənənələrimizi qorumağa çalışırıq və onları gənc nəslə ötürmək istəyirik. Yəqin ki, onlar da gələcəkdə gözəl işlərlə məşğul olacaqlar və bu adət-ənənələri qoruyub saxlayacaqlar. Mən əlbəttə ki, çox danışmaq istəmirəm, çünki saat 16-da başlamalıydı, biraz da gecikdik. Bəzi səbəblərə görə bura dəvət etdiyimiz bəzi məclisdə görmək istədiyimiz insanlar da var. Yəqin ki, onlar gəlib çıxacaqlar. Gələndə biz onları əlbəttə ki, təqdim edəcəyik. Bir də ki, bayramınızı bir daha təbrik edirəm. Avarca'da sözsüz ki, bir-iki söz demək istəyirəm. Kulturiya Center Jineyt Tsark Urab Madaniyat Tsumziol Rek Arab Çıraq Rekani Qankutun Rekani Tsaqsa Nijratı Tsohutun Keçihi Kumak Rugu Anduynaltı Nijma Arulal Tsumzidora Nijer Çuhul Adatal Nijer Abtsohiko Rek Arab Çıraq Rukumbi daima Beygijib Mayak. Sağ olun barkallah, mücahiki gibi istirahat. Bertseno majlis olacaqı, dandidamızı Allah since kısmatı buygu. Çocuğu gibi tsiba yazacaqsa ab tedbiru, Nijer İçtimai telekanal yol haldu kıbil, Moskva yol mir telekanal yol operatorov, Ganigu Rugu kadigi aynı so operator reska. Gayet mutlusu çocuğu çoğarı bu. İkab Bertsense rasani hiç ahi. Bagar jenel hunar bekisbe. Nakıb balarız bir snubi muşsun da ragay royka. Sağ ol barkallah. Çox sağ olun Mahmud, mən təşəkkür edirik.
Hörmətli qonaqlar, bugünkü bizim gözəl tədbirimizi Dağıstan Respublikasının əməkdar artisti Bəxtiyar Qantayevin rəhbərlik etdiyi Əksiyada instrumental ansamblı və Məhəmməd Nəbinin başçılıq etdiyi, rəhbərlik etdiyi Qodor instrumental ansamblı müşayiət edir. Və bunlarla bir yerdə digər bizim gözəl müğənnilərimizin ifasında bir çox gözəl mahnılar dinləyəsik. Exogor Tsarkarab Çorkul ansambl Kik Şaral Mujjeqa Nijer Majliso Çotsoyatsa Çuhal Kuç Tilgi Ahzi Rek Ensan İcratsal Roxsigi Roxzi Baxtiyar Mustahiqa Vartes Duykuda Barkallah Sarab Zahmatut Siridur Rekaygi Kuç Til Sarinal Allah beker hanaskegi dür ömrü Gezi Majlisazı daim berçeki. Alqışlayaq ansamblımızı. Bir gözəl alqışlar gəlsin ansamblımıza. Ece mücü'u berçim kecahsına Ekugor Tsohi ansamblı salista Rahama Burcayev. Hey! بیشون بیکرو کامیلاو بیشو خالچن رخاراو رغو خالخونو قنا ودیاو ایمام شامی بیشون بیکرو کامیلاو بیشو خالچن رخاراو رغو خالخونو قنا ودیاو ایمام شامی بیشون بیکرو کامیلاو بیشو خالم باسیاو هویت دیدوی نالدا دیگه چورا سوعلاو Камилау, бишо калам пасиау, поет кидуй на лалда, и хечора суалау. وررو ما عرومو بالبط عدين وغولو خوديو إيمان شامي إجاب رمضان شركو وررو ما عرومو بالبط عدين وغولو خوديو إيمان شامي بيشو ميكرو كاميلو بيشو كالام باسيحو بويت بيدوين الأوضا يكتشورا السعادو بيشو ميكرو كاميلو بيشو كالام باسيحاو بويت كيدوين الأوضاع يحجوا راس العداو وري 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 بيشو بيكرو كاميلاو بيشو كالام باسيحاو بويت كيدوين الأوضاع يحجوا راس العداو بيشو بيكرو كاميلاو بيشو كالام باسيحاو بويت كيدوين الأوضاع يحجوا راس العداو بارك الله. Çox sağ olun, Manga gözəl mahnıya görə təşəkkürümüzü bildiririk. İndi isə çıxış üçün söz vermək istəyirik. Milli Mədəniyyət Mərkəzi sədrinin müavini, Azərbaycan Yazıçılar Birliyinin üzvü
şair Ramazan Xutrayevə. Buyurun Ramazan müəllim. Ramazan müəllim, xabar mı bu? Yavaş yavaş yanarsın. Əziz yurttaşlarım, bugün bir daha bu məkanda bir ildən sizinlə görüşməyimə çox şadam və hər birinizi ürəkdən salamlayıram. Nə yaxşı ki, bizim Milli Mədəniyyət Mərkəzimiz, birliyimiz var. Nə yaxşı ki, heç olmasa ildə bir dəfə bu gözəl tədbirdə biz görüşə bilirik. Bir-birimizə yaxınlaşa bilirik. Deyirlər, bizim ulularımız deyir, insanlar yaxınlaşdıkca iblis ondan uzaqlaşır. Demək, biz ürəyimizdən, kürəyimizdən, yanımızdan, yörəmizdən iblisi qova-qova yaxınlaşırıq, doğmalaşırıq, qəlbən bir-birimizə bağlanırıq. Bu çox böyük səadətdir. Birlikdən gözəl nə ola bilər həyatda? Bu böyük xoşbəxtlikdir. Və biz bugün burada, bu gözəl məclisdə birləşərək ən gözəl istirahət etmək, oynamaq, oxumaqla yanaşı böyük bir amala da qol qoyuruq. Bu da bizim milli dəyərlərimizi, adət-ənənələrimizi, tariximizi, musiqimizi, sevgimizi bir-birimizlə bölüşürük, bu haqda söhbət edirik və bizim dəyərli, zəngin, milli adət-ənənələrimizi itirməyə imkan vermirik. Onu üzə çıxardıb inkişaf üçün bugünkü tədbirin çox böyük əhəmiyyəti vardır. Və birliyin sədrinə, Mahama müəllimə biz bu sahədə çox belə minnətdarlığımızı bildiririk. Elə deməyin, o adam güclü işləyir, mənlə şikayət edir ki, bəs deyir, biz gördüyümüz iş də yoxdur. Bəs iş deyilmi, bir vaxt tamburumuz itirdi, oyunumuz itirdi, rəqsimiz itirdi, nə bilim, bir-birimizə salamlaşmağımız itirdi, kimliyimizə qayıtmışıq indi. İndi biz qarşımızda böyük vəzifələrlə, amallarla yaşayırıq. Bu sahədə mən də bir Milli Mədəniyyət Mərkəzinin təşkilatçılarından biri kimi, regionda sədrin müavini kimi çalışıram. Bizim milli mədəniyyətimizi inkişaf etdirən müəyyən işlərimizi orada görək. 2 ildə Azərbaycan və avar dillərində yazıb yaradan bir adam kimi mən Azərbaycanlılarla avarların arasında birinci növbədə öz yaradıcılığımla canlı körpü yaradıram. Ona görə də mən xoşbəxtəm. İkinci də avarca yazdığım mahnılar Emilin bəstəsində mənim sözlərimə, Mahamanın sözlərinə səslənir, inkişaf edir, yayılır. Demək, bizim musiqimiz, bizim mədəniyyətimiz geri qayıdır və daha da inkişaf eləyir. Hörmətli, əziz iştirakçılar, keçən il bu vədə, bu məkanda bizim məclisimizi şən edən, ovqatımızı daha da yaxşılaşdıran Telman müəllim aramızda idi. İndi o aramızda deyil. Lakin mən burada başqa bir şeir demək istəyirdim. Bu zala girəndə bu zalın abu havası məni çəkdi. Mən Telman müəllimə həsr etdiyim bir şeiri deməyə bilmirəm. Qulaq eşidənə göz inanmadı. Yandım için, üz inanmadı. Balakəndə bircə kəs inanmadı. Ne için getdin Telman? De, ne için? Qonaq gələcəkdin mayın içində, o barlı, baharlı ayın içində. Getməyin yox idi sayın içində. Ne için getdin Telman? De, ne için? Səninki inci tək ürəyin vardı. Bizi güldürməyin, gülməyin vardı.
Bir ömre sığmayan yüreğin vardı, ne için gittin Telman? De ne için? Ne için? Doğma Balakəni elə sevirdin, bizim bal ləhcəni elə sevirdin. Ah, səni sevəni elə sevirdin, ne için gittin Telman? De ne için? Ne için? Allah o büyük insanın ruhlarını şad eləsin. O bizim yine aramızdadır. Aziz yoldaşlar, indi Avar Milli Mədəniyyət Mərkəzinin xətti ilə olan tədbirdir. Ona görə bir neçə kəlmə avarca deməmək məncə olmaz. Aziz al, xiri al, rakbeçel al, dir mağarul al, soruşul mağarul al. Jeqa, mujoy, barka, abiyatçınıb qoyuşul, abçuhubdan dikişul, di mujo ratsızul, mujoxun roxil çadaq xovuşuna. Allah'ız niç galbatul nasrıysa, sumul asrıysa, ham nice koçonuzi, ham işrezi haybatsa, kusa kalda, kuçsa, roxilada. Bikse nice çoçözükün nicer ki roxil. Nicer kudav, Rasul Hamdat olsul to haber bu. Ankazda körüp kişardanıp, çungi çunguruga. Kaç ul keç ahna bulbul ki bulbul guruga. Bezi nicer umru şun nuh. Bezi nicer muru başıda rekel kudaşi. Hunar al. Ya Rabbim, mojor hunaraz. Kani nicerce asıl çempiyonaz. Nişaz orşuna. Rapormuş bütün dünyasının nişaz orası kısmar çeki. Hece diye mojor avar matsasa nice rahtun mesele o karab so keç ahsila mujor şabişin Rasul Hamza sul haber jeqa ma'arul mat khezi basani khagidun meter ma'arul mat khezi basani khagidun jeqago janni bırakkahun hatta kun dişigi to nice rahtun metse keç kalbo azı bakala ebeleşul kidak Herengu ahülüp keç, kerem bu hülüp sarin, hayran abdi rahtulmat, örazul çahhi bugu, sumazul ahhi bugu, ümrudul çühhi bugu, dir azizab rahtulmat, rak aldatad bişşungu, beçedab, tadi'anab, ta'ambuga, buyina, matkuriş, dir rahtulmat. Tundir agaramatsa hayran ku gargardula hinçazı ki jendermak sak ku agara bu. Mojoy barkallah emel kuda dike hamişa rohil bu mojosa ve mojo harubişina hamişa keer kara bats adin rehi. Ama totsomehaş emel çere kasuguy totso bats karab keer adin rehi kolha abdi Rasul Hamzat bitsaqi. Ya Rabbi mojo erken şi avadan şi rohil. Salih ilmu şazboğu. Sağ ol barkala. Çok sağ olun. Çok sağ olun Ramazan müəllim. Təşəkkür edirik. Əziz tədbir iştirakçıları, biz hamımız da görürük ki, tədbirimiz daha çox şən keçməyə çalışırıq özümüzdə. Bizim hələ də qonaqlarımız gəlməkdədir, davam edir. Bir-iki dəqiqə öncə bizim Azərbaycan Respublikasının xalq artisti Niyaməddin Musayev də tədbirimizə təşrif buyurdu, təbrik eləmək üçün. Onu salamlayırıq biz buradan. Artıq üçüncü dəfədir ki, Niyaməddin müəllim məhz Avar gecəsinin qonağıdır. Salamlayırıq onu, xoş gəldiniz deyirəm. Niyaməddin müəllimlə bura təşrif buyuran Dünya Azərbaycanlıları Konqresinin sədri Xəzər Emin də buradadır. Onu da salamlayırıq və alqışlayırıq. İndi isə mən sizlərdən gürültülü alqışlar istəyəcəm. Çünki bura mən bir xanımı dəvət eləmək istəyirəm. Zaqataladan təşrif buyurmuş Azərbaycan və Avar mahnılarının gözəl ifaçısı Aybəniz xanım bura dəvət edirəm. Alqışlarınız gəlsin. Buyurun Aybəniz xanım.
Çox sağ olun. Mən də öz növbəmdə hər birinizi salamlayıram və hər ildə belə görüşməyimizi arzulayıram. Qarşıda gələn yeni ilinizi də təbrik edirəm. Çox sağ olun. السلام عليكم على رسول جماعة جند السماء كرم تابيخ شارب سلام خوش تزولد على طبيعة برسين برا تغور تمر تونار على تومال الرجول المعروف سلام خوش تزولد على طبيعة برسين برا تغور تمر تونار على تومال الرجول المعروف سلام جيري نبرق سلام جيري قودي يا بخا خيل هجل وصل عورة بعجائب بداغستا هجري هنا بخلقك خط قبولي هدو خط صورة بإلاتك كجاحولي هدو هجري هنا بخلقك خط قبولي هدو خط صورة بإلاتك كجاحولي هدو Çox sağ olun Aybəniz xanım. قسم نيجر مجلسو نيجر عزيزانو وديم حلمات بوغو اقتصاديات üniversiteta Hüdasento Abdurrahmanov Şaban müəllim oğuğu. Xəbər qasıq gezbəyəcək. Şaban müəllim həm də İctimai Birliyin sədr müavinidir. Buyurun Şaban müəllim, söz sizə verilir.
Hörmətli məclis iştirakçıları, bilirsiniz ki, Avar Milli Mədəniyyətin Mərkəzi xeyli vaxtdır fəaliyyət göstərir. Və bu sahədə bizim nailiyyətlərimiz var, çatışmamazlık da var və çalışırıq ki, hansı 90'lar və çatışmamazlıklar varsa bunları biz aradan qaldıraq. Və yalnız bizim bir məqsədimiz varsa, o da bizim dədə babalarımızın keçmiş adət ənənələri, mədəni inkişaf səviyyəsini öyrənək. Bilirsiniz ki, son dövrlərdə mən deyərdim ki, bir 30-40 il bu, hər xalqın özünün böyük milli mədəniyyəti var. Onların adət ənənələri var. Onlar getdikcə azalmışdı. Amma qaldı ki, biz öz dədə babalarımızın keçdiyi yolu öyrənməliyik, bilməliyik. Və bunun nə qədər müsbət cəhətləri varsa, onların inkişafı üçün biz bacardıqca çalışmalıyıq. Bunlar yalnız bizim Azərbaycan xalqımızın inkişafı üçün çox böyük hədiyyədir. Deyim ki, son dövrlərdə bizim prezidentimizin səyi ilə və heç bir millətin nəyə nəzərə almadan böyük inkişaf var. Mən Zaqatala Balakən rayonuna gedəndə görürəm ki, nə qədər böyük həm mədəni inkişaf, həm incəsənət, həm iqtisadiyyat, hər sahədə böyük nailiyyətlər var. Biz bununla da fəxr edirik. Fəxr edirik ki, bu bizim gələcəyimizdir. Bizim elə gəncləri biz elə tərbiyə etməliyik ki, bunlar həyatda müəyyən mövqe tuta bilsinlər və bunlar heç vaxtı əziyyət çəkməsinlər, yalnız və yalnız irəli getsinlər. Mən sizin hamınızı təbrik edirəm, can sağlığı, uzun ömür və bizim milli mədəniyyətimiz bizim inkişafına həmişə çalışmalıyıq. Sağ olun. İndi isə mən burada qonaq kimi gələn, tədbirimizi təbrik eləmək üçün gələn Dünya Azərbaycanlıları Konqresinin vitse-prezidenti Xəzər Eminə söz vermək istəyirəm. Buyurun. Çox sağ olun xanım. Mən sizə təşəkkür edirəm. Bu tədbirin böyük bir məna daşıyan bu tədbirin təşkilatçılarına, ağsaqqallarımıza mən çox təşəkkür edirəm. Mən özüm bir 15 ilə yaxındır diaspora sahəsində doğma Azərbaycanımızı təmsil edirəm. Dünya Azərbaycanlıları Konqresinin humanitar mədəniyyət məsələləri üzrə vitse-prezidentiyəm. Yəni, xaricdə yaşayan Azərbaycanlılarımızın vətənə məhəbbət hissində, Azərbaycanımıza hər mənada, istər siyasi mənada, istər ictimai mənada yardımlarının, diasporamızın formalaşması üzərində biz də mübarizə aparırıq. Bu günləri bu məclisə mən də dəvətli oldum. Əslində, mən Niyaməddin müəllimlə dünyanın 15-20-yə yaxın dövlətlərini gəzmişik. Hər zaman da münasibətin görmüşəm. Bu günləri, bu münasibəti görəndə daha çox sevindim. Doğrudan avar milləti mən gəncliyimdən əskərlik dövründə, Sovet İttifaqının hələ əski dövründə Vladivostokda qulluq eləmişəm. Ondan sonra 91-92-ci ildə
Qarabağ uğrunda savaşlarda mən qulluq eləmişəm. Universitetdə təhsil alanda da. Avar millətindən olan mənim də çox dostlarım olub. Və mən bu dostların içində nəyi çox görmüşəm? Dostluğa sədaqətli, sözü bütöv. Bir kəlmə, bir sözü dedisə bu əməl eləyəcəkdir. Mən bunları görmüşəm. Vətəni, torpağı, doğma Azərbaycanı sevən vətən oğulları görmüşəm. Mən həqiqətən bilirəm ki, Niyaməddin müəllim, bizim Bəxtiyar müəllim də bunun şahidi və mənim sözlərimin necə deyər, təşkil eləyə bilər ki, Niyaməddin müəllimin sorağı həmişə Zaqatala adam, Balakəndən, ən ucqar yerlərdən, necə deyərlər, həm xeyir, Allah şəhəri bu millətin üzündən İraq eləsin, xeyir işlərində də, bu cür tədbirlərində də mən Niyaməddin Musayevi ən yüksək təbiədə, avar toylarında nə qədər gözəl, milli duyumlu insanlar, nə qədər folklora bağlı insanlar. Bu yaxınlarda mən televiziyada seyr elədim, avar millətinin mətbəxində göstərdilər, bütün o milli mənəvi dəyərlərin göstərdilər, nə qədər gözəl ürəyi açandır. Mən sizin hamınızı bu birlik münasibəti ilə təbrik edirəm. Musiqi gözəl, incəsənət gözəl, nə qədər qəlbləri oxşadı. Mən çıxışımın sonunda ümumi liderimiz Heydər Əliyevin bir gözəl kəlamı ilə bitirmək istəyərdim, sonra şübhəsiz söz verəcəyik. Ümumi liderin bir gözəl kəlamı vardı. Azərbaycan Respublikası milli mənsubiyyətlə asılı olmayaraq hər bir Azərbaycanlının doğma vətəni torpağıdır. Eşq olsun bu kəlamlara, bu kəlamlara alqışlar. Bəli, bu torpaq, bu Azərbaycan bizim hamımızındır. Eşq olsun. Deyir, Azərbaycan qayalarda bitən bir çiçək. Azərbaycan çiçəklərin içində qaya. Mənim könlüm bu torpağı vəsf eləyərək Azərbaycan dünyasından baxar dünyaya. Azərbaycan mayası nur, qayəsi nur ki, hər daşından alov dilli ox ola bilər. Azərbaycan deyiləndə ayağa dur ki, ana yurdun ürəyinə toxuna bilirlər. Eşq olsun bizim vətənimizə, eşq olsun bizim Azərbaycanımıza, eşq olsun Azərbaycanda yaşayan bütün xalqlara. Mən bir daha qeyd edirəm, ümumi liderimizin kəlamları milli mənsubiyyətindən, dini mənsubiyyətindən asılı olmayaraq Azərbaycan, bütün Azərbaycanlıların vətənidir. Eşq olsun bu kəlamlara. Və sözü Respublikamızın xalq artisti, Şöhrət ordenli və mən deyərdim ki, elə bu frazlarında mən ağsaqqallarımıza təhkif eləyirəm. O bu gündən də olsun, avar millətinin də xalq artisti Niyaməddin Musayev buyursun. Eşq olsun. Həsən müəllim, çox sağ olun, çox gözəl çıxışına görə. Mən gələndə bura bir şey yadımdan çıxıb ki, gərək qırmızı qalustuk vurub gələydim, bu daha yaxşı. Amma bildim ki, Bəxtiyar qırmızı geyinə orada var da. Bəxtiyar qırmızı geymiş, ya mən tafotu yoxdur. Yəni, ən sevdiyiniz bir rəngdir. Yəni, bayrağımızda da var bu rəng. Bu rəng müasirlik rəngidir. Yəni, çox bir neçə gün bunda öncə Aynes'te çıxışınız olub. Milli folklor musiqi avarların nə qədər gözəl, siz çıxış eləmişsiniz. Nə qədər gözəl, əhatəli, hər tərəfli, o qədər xoş təsir bağışladı. Mən Bəxtiyar müəllimlə bütün MDB ölkələrin gəzmişik, bütün orada yaşayan Zaqatala, Balakənd cəmaatı, avar cəmaatı nə qədər qonaqpərvər, nə qədər gözəl, nə qədər istiqanlı bir insanlardır. Heç vaxt o mənim bu qəlbimdən çıxmaz və həmişə də mənim qəlbimdəsiz, həmişə də sizə olan məhəbbətim günü-gündən də daha da çox olacaq. Ona görə ki, siz çox böyük ürəyə olan malik bir xalqsınız, bir gözəl insanlarsınız. Bir daha mənim bu təşkil edən bugünkü günü, bax, bu məclis təşkil edən insanlara sağ ol deyirəm. Bəxtiyara sağ ol deyirəm ki,
məni dəvət edib bu məclisə, bütün onun ansambl üzvlərindən hamısına sizə uzun ömür, can sağlığı arzulayıram. Sizə təşəkkür ederim. Siz mədəniyyət sahəsində bəli, mahava, çok güzel. WhatsApp diyeceğim de WhatsApp. Onlar ha. Eşk olsun bir WhatsApp. Bir daha. Öğreneceğim yavaş yavaş. O dillerden. Bəxtiyarla biraz dostluğunda çok şey öğreneceğim. Ben bir retro manısı var, kölgem kadar. İfa elim, gençler de rəqsə gelsin, biraz muasirdir. Sonra da yine de bir oynak nəğmə ilə mən üzr istəyirəm. Bir dəqiqə. Çok sağ olun, minnətdarıq Niyaməddin müəllim. Çok sağ olun Xəzər evinə ki, bugün bu bizim məclisimizə təşrif buyurdu. Minnətdarıq. Bizim bu qardaşlığımız, dostluğumuz demirəm, qardaşlığımız daimidir, daimi olacaqdır. Sağ olun. Çok güzel, bir alkışlar gelsin. Doğrudan da o vaxtı mən siyasi məsələlərə toxunmaq istəmirəm. Bizim nə qədər aramıza o pis fikirli insanlar nə cür gəlmişdi ki, bölüşdürsün bizi, neynəsin, nə var. Biz birik, bir də olmalıyıq. Eşq olsun bütün xalqa, bütün avar cəmatına, ləzgi cəmatına, bütün etniklər. Gençler harda kaldı görüm? Eşk olsun Bəxtiyar
Desək kim yenə də bir nəğmə gəlir. Çox oyna bir nəğmədir. Kalbimde gezdirmişim, yüreğimi vermişim. Seninle çok sevmişim, kalbimde gezdirmişim, yüreğimi vermişim. Neyim, canımı neyim, gözüm neyim, neyim ben neyim. Neyim, canımı neyim, gözüm neyim, neyim ben neyim. Çok sağ olun, çok var olun. Elleriniz yorulmasın. Bəxtiyar, çok sağ ol Gözəl Hasan bununla bir də təşəkkür edirəm. Bir də sizə çatdırmaq istəyirəm ki, burada əyləşən bir nəfər həm mənim yerlimdir, həm də sizin yerlinizdir. Yəni ki, Hikmət Aslanov burada var, gözəl bəstəkardır, gözəl doğrudan da sənətçidir. Çünki der haralısan, der haralısan, der hələ evlənməmişəm. Deməli balakənlisən. Həm imişlidir, həm də balakədir. Hikmət bir ayağa qalx zəhmət olmasa, bir alqışlar gəlsin Hikmətə. Hikmət də bu elə obiyə bağlı olan bir insandır. İndi birazdan Hikmət öz sözün deyəcək. Ben bir də təşəkkür edirəm bütün ağsaqqallara, bütün bu hansı ictimai fəaliyyətdə olan insanlara və təşkilatçıların, hamısına, musiqiçilərin hamısına, Bəxtiyar Dağıstanın əməkdarı, gün o gün olsun, Azərbaycanın əməkdarı, mən də Balakən Zakataların əməkdarı. Sağ ol, təbrik edirəm. Sağ olun. Bəxtiyara bir alqışlar gəlsin, Kantayev. Ah, elə ha. Eşq olsun sizlərə. Çox sağ olun, gözəl, gənc aparıcılar. Buyurun. Çox sağ olun Niyaməddin müəllim. Bir alqışlar Niyaməddin müəllim üçün.
isə təbrik üçün söz vermək istəyirik. Vaxtilə Sankt-Peterburqda ali təhsil almış, minlərlə tələbəyə nümunə olmuş Məhəmməd müəllim Bazarova sözü veririk. Çocuk çok haber bitse, Mahad Malim Bertin Sıvasana Atbona, Ağa Junu'u şu ço tansivalni ansamblu salista güveyla. Buyurun Mahad müəllim. Assalamun aleykum. Akşamınız xeyir. Biz tərəfdə hamınız bilirsiniz ki, avar dilini bilməyən adam məclisdə oturanda o adamı başa düşən dildə danışırlar. Mən də Azərbaycanla danışacağım. Məndən indiyə kimi çıxış şəhərlərin hamısı qeyd elədi. Bu bizim bildiyimiz 3-cü ildir avarlar deyək belə yığışırlar. Bu çox gözəl başlanğıcdır. Mən inanıram ki, daha inkişaf edəcək, devam edəcək. Məqsəd tək avarlar burada yığışıb çay içmək deyil, həm də ki, indi görürsünüz ki, yavaş-yavaş biz Azərbaycan bu dövlətin daxilində bir qıraqda rayonda yaşayırıq. Deməli, biz Azərbaycanlıyıq, bunun başqa variantı yoxdur. Biz avar deyirik, misal üçün Azərbaycanlı bir qırağa çıxan adam, hamı özünü Azərbaycanlı sayır orada. Burada da həmçinin. Mən nə demək istəyirəm? İndiyə kimi bir olmuşuq, indən sonra da bir olacaq. Buna söz yox. Bugün burada yığışan əksəriyyət cavandır, əksəriyyət tələbədir. Mən sizə müraciət edərək deyirəm ki, dövlət sizə arxalanır, sizə ümid edərək nəsə deyir. Deyilən söz cavanlara, gənclərə arxalanaraq onlara ümid edərək deyir. Mən arzu edirəm ki, hamınız yaşa dolandan sonra getdiyiniz yola arxaya baxanda fikirləşəsiniz ki, mən doğrudan bu həyatı yaşamışam. Hələ özü üçün elə deyə bilsin, həm də dövlət desin ki, mənim də belə bir adamım, belə bir vətəndaşım olub. Hamınıza həyatınızda müvəffəqiyyət arzulayıram. Uzun ömürlü, can sağlığı, müvəffəqiyyət bir yerdə hamısının. Sağ olun. Barkov Mahad Malim Amerika'da. Gəlin indi də bura qızlardan ibarət rəqs qrupunun, Alazan rəqs qrupunun solisti olan Havva Şabanovanın ifasında bir gözəl avar mahnısını dinləyək. Əlbəttə ki, sizin alqışlarınızla. Mahad Malim'gi çoğu havaçıyı qafiyo müzikte rasan sarışınızdır.
دخل قلبك بطوسن قالت سري باخون يغدم قضاي غير في كاراي دون كيدي خويا سيني İndi isə səhnəyə yenidən Maqa Burcayevi dəvət edirik. Onun ifasında gözəl mahnılar dinləyirik. Sizi də rəqsə dəvət edirik. Barkallah Maga. Jığısım Nijer Majlisu Respublika Vayen Prokuratortu Hatlav Vayen Polkovnik Leytenantov Filiyo Zumrat Malingi Uğu. Xabar qaçıb gezbəyəcə. Zumrat müəllim həm də hüquq və mühafizə orqanlarının əməkdaşı olmaqla bərabər, həm də adət-ənənələrimizin gözəl bilicisidir. Gəlin bu Zumrat müəllimi dinləyək. Xabar içərisində Zumrat müəllimi Sohari Gibezin Nijer
Niger umumzul çöyleki ili şabileb, gastoyso niger olbatız obeksi böyle nijgi balazı kutsızı. İnşallah. Hürmet ol, Himal yasal, Niger halkı hulca hal, İkarugo ratsal, İkabrak bugul, ratsal, Hamişe hani rohar koy, dadan işte kısmak gibi. Bugün biz yeni yıl ərəfəsində həm də dünya Azərbaycanlıların həmrəlik günü ərəfəsində yığışmışıq. Çox gözəl və çox mənalı, çox yadda qalan səsi bugündən sonra keçmiş ittifaq respublikalarından eşidilən, yəni heç bir gün, 2 gün keçmir ki, belə bir keçən ilki tədbirimizdən, o bir ilki tədbirimizdən sonra bütün dünyanın müxtəlif yerlərindən zənglər, minnətdarlıqlar, təbriklər gəlir. Yəni, bu Avar Mədəniyyət Mərkəzinin xüsusilə də onun sədri Mahman müəllimin böyük zəhməti hesabına başa gələn bu gözəl məclislər bizim elə ki, milli ruhumuzun, milli ənənəmizin bir formasına, bir növünə çevrilib. Bu çox gözəl haldır, mən bəlkə də bu tədbirdən sonra bir neçə gün elə bu eyfariyada, bu gümrahlıqda, bəlkə də pəncə üstündə gəzirəm ki, bəli, bizim cavanlarımız, bizim gənclərimiz, bizim oğlanlarımız, belə oğlanlarımız var. Onların hər bir ayaq ötürüb, rəqs eləmələri elə bil ki, ürəyimdən səs verir. Mən nə demək istərdim? Bəli, mən bizim avar oğlanlarımızın qeyrətini, onların bacarığını, onların bayaqlarım Dünya Azərbaycanlılar Konqresinin mavinini Xəzər müəllimin dediyi kimi sözlərinə bütövlüyünü Qarabağ döyüşündə görmüşəm və fəxr eləmişəm. Hətta bir epizod demək istəyirəm. 703 hərbi hissəsi var Tərtər rayonunda, Marqoşovun kəndində. Getmişəm bir yerlərimizə baş çəkməyə, avar uşaqlarına. Deyirəm, nə tərk edir xidmət, nə problemimiz var? Dedi, bir dənə problem var. Deyirəm, nədir o problem? Deyir, biz idman eləmək istəyirik. Biz daş qaldırmaq istəyirik, ştan qaldırmaq istəyirik, güləşmək istəyirik, bizə şərait yaratmırlar. Başqaları eşitmişik, deyiblər ki, bir rahat yer olsun, nə bilim, nə olsun. Bizimkilər deyir ki, bizə pas atıb bizi. Deyirəm, hələlik bir presiyagaya qədər belə olur, ondan sonra pasımızı açacaqlar. Yəni, mən hamısında qürur görmüşəm, mərdlik görmüşəm. Ağdam hələ yerində olan vaxtı mənə briqada komandiri Talub Məmmədov dedi ki, bu talış uşaqlarından istifadə eləmişdik rabitədə, öndə və arxada, düşməndən bilavasitə ön nöqtə ilə arxa nöqtə arasında. Amma deyir, ermənilər farslardan istifadə edərək bu talış dilini artıq bilirlər və bizim məlumatlarımızı şifrə edə bilirlər. Dedim, nə kömək eləyim sizə, komandir briqada? Dedi, avar uşaqlardan tapmaq olarmı? Həm öndə, həm arxada, avar dilində bizim tapşırıqlarımızı bölmələrə, hücum obyektlərinə çatdırsın. Və o vaxtı mən 12 nəfər avar oğlanı tapdım Ağdam döyüş bölgəsində və onları öndə və arxada qoymaqla bu problemi həll elədik və Milli Təhlükəsizliyin o rasiya xidməti ilə öyrənirdik ki, ermənilər çaşbaş qalırdılar ki, biz artıq başa düşə bilmirik. Bu əmirlər hansı məzmunludur, hansı məqsədlidir. Yəni, orada da bizim avar uşaqları çox böyük sınaqdan keçmişlər, çox qürur duymuşam. Harada görmüşəm, ancaq qürur duymuşam. Ona görə ki, bizim oğlanlarımız, bizim qızlarımız buna layiqli formada özlərini apara biliblər, indi də aparırlar.
avarlara bircə şey yaraşır. O da mərdlik, o da sözün bütövlüyü, kişilik. O da şükür Allaha ki, bugüne qədər bir qəbahət söz, bir yersiz hərəkət barədə utanmalı olmamışıq. Mən bir dəfə, vaxtınızı çox alaram, almaram deyə bilmərəm, bir misal demək istəyirəm. Mənim bir bibim oğlu var, Rusiyada yaşayır, Atayev Sabir. Biraz tez-tez danışacağım, sizin vaxtınızı çox almayayım. Onu bir dəfə polislər Əzbəyə metrosunda tuturlar şampan zavoddan, işlədiyi işin müqabildə 3 dənə şampan veriblər buna. Arxadan polislər gəlib tutublar Əzbəyə metrosunda. Və buna deyiblər ki, 50 manat cərimə versən, bu Sovet hökumətinin dövrünün vaxtıdır, səni buraxarıq. Sabirdir, Atayev Sabir. Deyib, axı üstümdə 50 manat olsa mən şampan zavoda işləməyə getməzdim. Deyib, onda icazə verin, Əmircanda 3 qardaş yaşayırdılar. Bunlar biri Tibb Universitetində oxuyurdu, biri Yurfaqda oxuyurdu, hüquq fakültəsində. Gedim, yataqxanadan 50 manat gətirim. Polislər bunun pasportunu da qaytarırlar və bu gedir yataqxanadan bir 30 manat, 30 rubl o vaxtın tapıb gəlir. Polislər çox böyük məətəl qalırlar ki, ay Atayev Sabir, sənin pasportunu verdik, heç bir protokol yazmadıq. Heç bir rəsmiyyət eləmədik. Uzağı sənin burada 3 dənə şampanskin qalıb. Sən isə 35 manat pul götürüb gəlirsən, hələ şampanlardan da çoxdur. Yəni 5 manat idi o vaxtları. Mən Sabirə deyirəm, doğrudan da o polislər düz deyir. Sən niyə qayıtdın axı? Sənin haqqında heç bir şey yazmayıblar, sənə düy veriblər. Deyir, yox, Zumrat əmi, sabahların bir avarda düşərdi. Bir avarda düşərdi, deyərdilər avarlar yalançıdır. Mən ona görə qayıtmışam. Mən onu bağırma basıb qucaqlamışam. Belə sözü bütöv avarlarla mən fəxr edirəm. Bəlkə də dünyaların hansı mərtəbəsinə qalxıram, bunu demək çətindir. Çox minnətdaram bütün təşkilatçılara, bütün bizim Bəxtiyar müəllimə, ansambl üzvlərinə. Bu bizim gözəl qürurumuzu dünyalar qədər yüksəldən bizim ansamblımızdır. Bir xalqın şairi, bir xalqın musiqisi olmasa o xalq yaşaya bilməz, o xalq qürrələnə bilməz. Çox minnətdaram, çox sağ olun. İndi mi, birazdan mı? Mənə elə gəlir, birazdan daha yaxşı olar. Cavanlar oynamağın o güclərini biraz sərf eləsinlər, birdən-birə ağır artilleriyanı qabağa verməsinlər bu saat. Birazdan sonra biz də güclənib həmin rəqsimizi göstərərik. Olar mı? Olar. Yoxsa indi göstərək? Yaxşı. Onda vaxtıdır. Roxu Kemal. Çöylik ilik yabilbezina, obat sıxayış bu, cahadam rasanzına, roxnu bir, balay bir, kəni bir qabuan, çöylik ilik yabilə. Reyhi Kemal.